Yay gələn kimi ağlımıza ilk gələn dadlardan biri məhz çiyələkdir. Burada istihanemizdə otomasyon sistemimiz var. Çiyələyin sorağı ilə gəlib çıxdıq masallıya. Kokopitdə hər şey bütün əkindən ta məhsul yığımına qədər, gübrələnməsinə qədər hər bir şey addım-addım nəzarət altında ola bilər. Əsas məqam istifadə olunan gübrə və preparatların normasını bilməkdir. Sentyabr ayından başlayaraq biz bunları başlayırıq sahəyə köçürməyə. Çiyələk tarlada toplandıqdan sonra zamana qarşı yarışa başlayır. Pazar keyfiyyətini yitirməmə sürəsi maksimum 10 gündür. Biz hər dayanacaqlarda bunları yoxlayırıq. Bu nəzarət biz istehlakçıların rahatlığı və sağlamlığı üçündür. Hər ölkənin özünə məxsus çeşid seçimi var. En kısa sürede pazara ulaştırılması gerekiyor. Çiyələk tez xarab olduğu üçün xüsusi qulluq istəyir. Çiyələk üçün kokopit nəzərdə tutulur 2 mövsümlü əkin üçün. Çiyələklər ciddi nəzarət mərhələlərindən keçir. Dövlət qeydiyyatı sadələşdirilmiş prosedurlar vasitəsilə həyata keçirilir. Hər hansı bir dövlət rüsumu yoxdur. Göründüyü kimi zərif olsa da yetişdirilməsi heç də asan deyil. Laboratoriyada çiyələk nümunələri xüsusi analitik üsullarla tədqiq olunur. Sağlamlıq düzgün seçimlə başlayır.